Rəvayət edilir ki, Talhə ibn Ubeydullah belə demişdir: Bəli qəbiləsindən olan 2 kişi Allah elçisinin, ona Allahın salavatı və salamı olsun, yanına gəldi. İkisi də İslamı eyni vaxtda qəbul etmişdilər. Biri digərindən daha çox çalışqan idi. Çalışqan döyüşdü və şəhid oldu. Digəri də ondan sonra 1 il yaşayıb vəfat etdi. Talha dedi: Mən yuxuda gördüm ki, cənnətin qapısının yanında o 2 adamla qarşılaşmışam. Sonra cənnətdən bir nəfər çıxaraq bu 2 adamdan axırıncı vəfat edənə cənnətə girməsi üçün izin verdi. Daha sonra o çıxaraq şəhid olana cənnətə girməsi üçün izin verdi və yanıma qayıdıb dedi: Sən geri qayıt, çünki sənin cənnətə girmək vaxtın hələ gəlməyib. Talha səhər yuxusunu insanlara danışdı və onlar buna təəccübləndilər. Bu, Allah elçisinə, ona Allahın salavatı və salamı olsun, çatdı və ona hadisəni danışdılar. Allah elçisi, ona Allahın salavatı və salamı olsun, dedi: Nəyə təəccüblənirsiniz? Dedilər: Ey Allahın elçisi, bu ikincisindən daha çalışqan idi. Sonra o şəhid oldu. Halbuki digəri cənnətə ondan əvvəl girdi. Allah elçisi, ona Allahın salavatı və salamı olsun, dedi: Məgər o şəhiddən sonra 1 il çox yaşamadı mı? Onlar bəli dedilər. Allah elçisi, ona Allahın salavatı və salamı olsun, dedi: Məgər o Ramazan ayına çataraq oruç tutmayıb mı? 1 ildə bu qədər namaz qılıb səcdə etməyib mi? Onlar bəli dedilər. Allah elçisi, ona Allahın salavatı və salamı olsun, dedi: Elə isə onlar arasında fərq yerlə göy arasında olan məsafədən daha çoxdur. İbn Məcə 3925-ci hədis.